Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Axşamın xeyir Ayda. Axşamın xeyir. Arif nəsə deyib sənə? Ata, görürsən də sən bu gəlin Nərvin mənim haqqımda çıxartdığı söz söhbəti. Şəkərlə Nərmin deyib sənə, hə, bu söhbəti? Əşi yox, Ayda, nə olur, yaxşı da, xahiş edirəm. Bu söhbəti onlardan başqa heç kim deyə bilməz. Mən boş yerə sınamamışam onları. Bax, keçən dəfə də qardaşlarımı qızışdırdılar, göndərdilər sənin üstüvə. İndi də yenə eyni şey eləyirlər. Mənə çatmır. Axı, niyə onlar elə eləsinlər? Çünki ev işləri üstlərinə qalır da, ata. Və kim yığışdırsın, kim pişirsin, kim düşürsün. Qurban olum sənə, kənddə mənim adıma söz çıxsaydı, birinci gəlib sənin qulağına çatmazdı. Səhv deyirəm, ata. Yaxşısan, qızım. Nəsə gözümə belə halsız deyirsən. Yaxşıyam, mən yorğunam biraz. Ata, nə olar, səndən xahiş edirəm. Şəkərlə Nərmin sözünə görə mən işimdən eləmə, nə olar, ata. Xahiş edirəm. Yaxşı fikirləşərəm. Getdincə. Sürpriz, Güllücəm. Nə istəyirsiniz? Bizə niyə yalan danışdın? Çünki yalan danışmağımı istəyirdiniz. Biz. Hə, siz. Eşidirsən, çərpiş. Bizi axmaq yerinə qoyma, ha. Sən məqsədin nədir? Nə istəyirsiniz hə məndən? Səsinizi kəsin. Qıza az şərböhtən atın. Bəs də dayı. Şər. Biz? Siz. Biz atırıq şər, yoxsa sən? Sən belə eləyəndə özü ağıllı hesab eləyirsən də, hə? Əhməd dayıya da dayı söz aparıb gətirməyi yığışdırın. Nazlı da belə fikirləşir. Hə, Nazlı belə fikirləşir. Ağıllı olun. Bunu bir gün yolacam məni. Mük kimi aranı qarışdırır, sonra da çıxır gedir. Sən danışırsan hələ. Çəkilək, soyuqdur. Ayağıma dolaşma da şəkil. Nuş olsun. Nəbi nə yaşarardı bu be?
Heç onlar özləri bilmirlər, hardadılar. Özlərinə xəbər yox. Doğrusu bu Nazlı işə gedib, niyə gəb yemək yemir? Ondan sonra evdən çıxdın, görməmişəm. Bu qız heç yemək yemir, az-susuz gedir dünya. Əzid. Dur ged Nazlı'nın sağa gəlib söyləyəsən. Yaxşı. Ha dur da. Nə? Niyə gedək də? Sən nə yemişsən Aytan? Sən nə dəxil var? Otur yerində söyləyək də. Nə dedim, mən hamı mənə elə göz hirsin çıxır. Yemək yedim. Yumurtanı yaxşı pişirmişsən Aytan. Nazlı. Bacı ata çağırır səni. Bacı. Bacı. Nazlı. Nazlı. Ata! Ata! Tez gəlin, Nazlı'nın halı pisdir, ata! Bacı, Ne olur? ne olur? Halı özündə deyil. Ne olur be? Ne olur? Ot tutup yanır. Ne konuşsan? Nəcib, tez təzyiq özünə gətir, tez elə, tez elə. Sən də sonra dəsmal gətir, tez. Heç rəngi yaxşı deyil. Bilməm ata, heç yaxşı görsənmir. Rəngi ruhu da gedib. Nə vaxtdan olub belə? Yazı qız bütün gün işləyir də. Çəkil ölsün. Az, sus. Zəfər. Dən saxla, suyu saxla. İşləyəcəm, Deyir. işləyəcəm. İşləyəcəm nədir? Ha, sənə lazım idi bu. Dediyi otur evində də. Deyən də səndə yeri deyindi. Ha, gör özündən günə qoy. Çıx buradan. Tez, çıx buradan. Niyə bəlkə skoru çağıraq? Görək elə vəziyyət nədir? Salam Xəzər bəy. Salam. Nə oldu? Niyə belə rəsmisən yenə? Mən kifayət qədər rəsmi və ciddi qızam. Gülüm, mən sənə keçən dəfə izah elədim axı. Mənim səninlə bir problemim yoxdur. Amma əgər xətrinə dəymüşəmsə üzr istəyirəm. Yaxşı, bu dəfə bağışlayıram, amma gələn dəfə bu qədər rahat bağışlamayacağam. Çox sağ ol. Mənim Nazlımı görməmsən? Yo, bugün açmayıb dükanı nəsə. Açmayıb. Bəlkə o daş dövründən qalmalar o dəfə sən onu tutdun deyə qoymayıblar qızı dükana gəlsin. Ola bilər. Nazım, çay gətirmişəm sənə. Mən də mürəbbə gətirmişəm. Özüm pişirdiyindir. Bax sənə deyirəm. Mənim baldızımı sən belə incidə bilmərsən.
Mən ürəyim yanır, sənə lazım idi sənə belə xəstə olmaq? Elə mən də. Bax, sən evdə olanda heç belə xəstələnmirdin, düz demirəm? Xəstələnirdim, sizdən xəbəriniz olmurdu. Yəqin gözümüzdən qaçıb da. Ya da görməzdən gəlirdiniz. Deyirəm, deyəsən yavaş-yavaş özünə gəlirsən, ha? Özümə gəlirsən, maşallah, söz atmaq very difficult. Qızlar, nə olar, dalaşmaq istəmirəm, heç halım da yoxdur. Sizdən bir şey xahiş edəcəm. Nə olar, qardaşlarımla atamı qızışdırmayın da. Aranı qatmayın, xahiş edirəm sizdən. Bizdən onu gözləyirsən? Biz nə vaxt elə şey eləmiş? Heç vaxt mən şəxsən öz adıma deyirəm, həyatı boyu eləmərəm. Mən bizim adımıza demişdim. Yaxşı, elə olsun. Hə, ata. Deyirəm mandarin da alım. Yaxşı, al. Bəs heyvan, nar alma. Almaq istəyirsən, al, yaxşı. Sən özün yorma Nazlı. Ha, yenə deyirəm, o marketlə müqavilə bağlamaq, artıq iş görmə fikirlərini qatda, qoy yastığın altına. Sən özü zəif salmısan. Yaxşı, ata, bildim, narahat olma. Gəldi yenə. Sən başıma yeyir ha. Yaxşı, sən Allah. Ya utanmırsınız siz? Ha, boynunuzdan, buxunuzdan utanın. Adama nə qədər söz deyərlər, hə? Ha, siz öz arvadlarınıza sözünüzü keçirdə bilmirsiniz. Onlara xəbərdarlıq eləyin, Nazlı ilə işi olmasınlar. Başa düşdünüz? Yox, sənin sözündən belə çıxır ki, Nazlı onlar soyuğa verib. Ha, söhbət ondan getmir, qızı bezdiriblər. Bütün gün evdə dedikodudur, başa düşürsən? Hadi, yaxşıdan deyərik, yaxşı. Deyənməzsiz. Niyə? Niyə? Deyəsən yadınızdan çıxıb ha, otağa girə bilmirsiniz. Hə, yaxşı yadıma düşdü. Onlara xəbərdarlıq eləyin, bura oteldir. Başa düşdün? Biz qardaşlar çöldə işləyiriksə, onlar da evdə işləməlidir. Qabları yumalıdır, evi yığışdırmalıdırlar. Hələ deyərik də, yaxşı da sən də. Deyə bilmərsiniz də. Ha, buna bax. Sən də get öz işinlə məşğul ol. Evdə ərzaq yoxdur. Yox, mən bütün işlərimi görmüşəm, evdə yemək var. Başa düşmürəm, sən böyük qardaşına söz qaytarırsan. Utanmırsan, ha? Adam böyük qardaşına söz qaytarar, ha? Ağzının üstə şapalaq vuraram. Əmr! Oldu. Mən danışıram. Oldu. Bu evdə böyüyə kiçiyə hörmət olmalıdır, başa düşdün? Ha, sağ ol. Hə, işi üzə. Gedin. İşim var səninlə, Cəbrəm. Yox, bir daha sən gel. Get, sən də Mən get. hesabatdan Gəl, işim var da, səninlə işim var. Gəl. Orada hesabat. Get, orada eləyərsən Gəl, işim var səninlə. Keç şimdi sən ora. Get evin böyrünə. Evin böyrünə keç. Dinmədiksə bunların başı gedir, Nə lazımdır? Qatıq. Kimdən sənə? Yox, qatıq lazımdır. Satmırsan özü? Məndə yoxdur da. Olsa sənin bu nursuz sifətini görməyə gələrəm heç. Görmürsən bu da qatığı? Götür çıx get də. Yavaş var hə. Deyirəm bəlkə nəyəsə qoyasan bunu. Özün bilərsən, istər cibində apar, istər əlində apar. Yox, bilməmişdim hə. Sən bu alveri bilmirsən. Yaxşı eləyirəm. Səninlə görüşəcəm, darıxma. Nə vaxtsa səninlə görüşəcəm. Gözlə bir dənə özümü toparlayım, vaxt eləyim. Bu gün uşaq gəlib məndən biri danışır, mən havalanıram da mən daha. Qaqa, deyirəm istəyirsənsə, mən dayanam düşəndə. Mən pis dayanmışam. Yox, yəni dincəl də, mən dayanarım. Məqsəd? Kömək eləmək. Niyyət? Ailə dəyərlərini qorumaq. Şəxsi maraq? Xeyr. Ay qardaş, heyvə demir var. Arxında gizlətdiyi nədir? Mikrofon. Nə? Mikrofon. Ay qardaş, sizə deyirəm, heyvə demir var. Nəcib, mikrofonu da götür. Sürüş buradan səni gözüm görməsin. Gəlmişəm də, qoy bir kağız oxuyum da heç olmasın. Olmaz. Olmaz bizi qayırır. Heyvə demir deyirəm, Kimə ya? Sizə. Qələt edirsən ha. Qaqa, bir dəqiqə mən qızışdım ki. İcazə ver mən bundan dalaşım. Şimdi o. Ha, ağsaqqal adamsan dinmir ya. Heyvə cemi də varsan, mürəbbə də varsan, lap belə kompot da varsan. Bir dəqiqə deyəm. Sonra? Dayan bir dəqiqə. Başın bədəninə ağırlıq eləməsin ha. Danışığına fikir ver. Ha, sizdə heyvə demir sorsan. Heyvə demir var. Ha, mən üzü yolayam, müvəssəbi deyim, dəlidir. Sizdən alver eləyən olmaz. Öyle mi? Eləmə. Qarşıdan bizə bir nəfər də gəlməsin. Vay, sizdə kim var ki? Bunlara bax hələ. Bunlara bax. Tək qalmırsan sən. Məsələ.
Tək qaldı. Hə, Hitlerin cavanlığına Bir nəfər oxşayır. Yox, bunu elə paltarla yandırasan. Əsəbləşdirib bir boğaz oxuyur. Bluetooth mode. Nə deyir öyle? Bluetooth mode. Ay ağzı burnunu əymə. Bluetoothuna bax ha bunun. Hə. Xarabada bir ağıllı adam yoxdur gəlsin məni tapsın. Darıxma Xəzər. Səni mən burada sürgün eləyəcəm. Darıxma. Haram pulları gətirib verir mənə qatıq alır. Sən burada neysən, hə? Arifin əlindən burada dayanmışam. Niyə? Hara görür mənə danlayır, elə bir uşaqzadan. Hə, sən onun əlindən mən də buradayam. Harda mən görür, elə bir ki, at yazı reklam var. Elə bir ki, mən reklam kimi görürüm. Başım işləyəməmdir. Mənə də gəldi dəqiqədə bir ilişir. Bütün hesabatları girib bir-birinə. Hə, eşitsən məni. Sizə bir dənə söz deyim. Bunun əlindən mən də başım xarab olub. Elə bil ki, bu qocaldıqsa motoru yağ yiyir bunu. Bu üstü aparmaq lazım, nə etmək lazımdır? Qulaq asın. Bəlkə deyirəm onun peyvəndin vaxtıdır. Ola bilər də yəni. Valla bu inəkdir, nə peyvəndin vaxtı. Yox. Cöngədir, gəl. Peyvənd deyək. Ay bir dənə qulaq as. Mən deyim bu niyə belə eləyir? Yox, Bu hamısının təkliyindən eləyir. Tək qalıb deyə bizim başımıza oynatsın. Hələ mən də onu deyirəm də, qulaq as. Niyə bu vaxta qədər bizim ağlımıza gəlməyib? Nə? İndi deyəsiz ki, nə yaxşı Yaşarın ağlına gəldi bu. Bir dənə xalıya zəng eləyək. Deyək buna bir dənə qız tapsın. Bunu evləndirək, canımız tutarsın da. Düzdürsən, yığıram xalıya. Yığ da yığ. Ver, bunu saxlayayım mən. Alo, xala. Xala, mənim adıma nə qədər şey yazmışsan? Nə şey deyəcəm. Bir dənə qardaş var sana, bir dənə bunu silim də. Ara bir şey siləcəm də buradan. Ve kurban olaram sənə, evimizin xanımı, evimizin anası Can. İndi necə hiss edirsən özü? Yaxşıyam Ayda. Yaxşı ol canım mənim balam. Görün burada nə var, nə yox. Yenə hər şey sənin üstündə qalıb da. Və bunlar haradadır? Ayda eləməliyəm də. Nə qədər evdəyəm, hər şey eləyəcəm mən özüm. Narahat olma. Olmaz, sənə gələn mənə gəlsin. Bu dəqiqə çağıram, gəlib sənə kömək eləsinlər. Nərmin, şəkər! Salam ay Əhməd əmi. Oy, əleykum əssalam. Gələcəklər hə, gözləyin. Necəsən mənim əziz gözəl bacım? Nə işin düşüb ay Güllü? Bacılıq vəzifələrimi yerinə yetirməyin vaxtı gəlib məncə artıq. Güllü, nə olar? Özümdə deyiləm. Bax, düzəlim, söz verim, qeyb üzr istəyəcəm. Sən üzrüvə qalan olub, onu çoxdan həll eləmişəm. Tək gedib gələ bilmirəm oralara. Sən yoxsan deyə gedə bilmirəm. Adam nə qədər mürəbbə alır boş-boş. Mürəbbə al evə gəl, mürəbbə al evə gəl. Ay qız, xəstəyəm, ölürəm mən. Xəzər ayındayam mən. Bəs xəstə düşmüş qəlbləri qədər yorğunsanmı? Allah ətbi töksün sən Güllü. Allah eləməsin. Bir stəkan mənə də çay içsən, bir yerdə oturub çay içib sonra gedə bilərik. Çay iç olmasa dur özünsüz də. Yaxşı, gedərik. Xəstəlik keçər, dəli. Allah eləməsin. Hər şey deyil, Allah eləməsin. Sındırma qapını, gəldi. Salam. Salam. Aşkım necəsən? Nə? Aşkım necəsən? Sənin şəklini görəndən bəri dəli divanə olmuşam. Ay Allah, qaşa bax, gözə bax, boya bax, buxuna bax. Ay xanım bir dəqiqə saxla. Aşkım nədir, şəkil nədir? Bəlkə sən səhv ünvana gəlmisən. Düppələn düz gəlmişəm. Mən sənin sevginə möhtac olan biriyəm. Başa düşmədim. Mənim şəkilim hardan sizə? Səni xoşbəxt görmək istəyən xalan göndərib. Xalam? Bəlkə xalam səhv eləyir. Mənim evlənmək fikrim yoxdur. Evlənəcəksən, məndən evlənəcəksən, eşidirsən? Ay xanım, xanım.
Bir dəqiqə gözlə. Nə evlənmək? Siz kimsiz? Boylanma da oradadır. Hı. Qızlar, axşamınız xeyir. Axşamın xeyir cavan oğlan. Nazlı, sən daha gəlmirsən dükkana? Hələ ki belə lazımdır. Yəni daha gəlməyəcəksən? Xəzər, sən nə evə lazımdır? Mən dükana gəlirəm, gəlmirəm. Nə işvə qalıb sənin? Yox, elə belə soruşdum. Nəysə, səninlə danışmaq mümkün deyil görürəm. Mümkün deyil, danışma da. De gələ Güllü ilə danış. Sən niyə qarşı cinsi görəndə belə bitər olursan? Bir ikisi ilə danışsaydın öyrənərdin necə danışmaq lazımdır bax. Sənin fikrinə ehtiyacım yoxdur bu arada. Mən onsuz da Güllü ilə danışıram. Quyuya su tökməklə su da olmur ki. Nazlı, nə edirsiniz burada? Sən xəstə deyilsən? Xəstədir, nə olsun? Hava ala bilməz. Özdə adam gəldi, müştəri gəldi, get sən dükana. Narahat olma, gəlib görəcək dükanında eşiyim yoxdur, çıxıb gedəcək. Elə buna görə bərəkətiniz yoxdur. Yaxşı, gedin, get. Nazlı, gedin evə, soyuqdur, get. Yaşın var sənin. Nədir indi baxışaq? Get də. Get kartoşkanı sat, hə. Baxışaq. Axşam bunu görəndə qanım qaralır mənim. Heç qanım isinmir də buna. Nərmin, şəkər, siz bu evin gəlinisiniz. Gözümüzdə yeriniz var. Amma çalışın ki, siz də öz yerinizi bilin də. What? Ot nədir? Hastayam da ot yerdir. Nə olub ki, Əhməd Papçıqı niyə əsəbisiz? Sizə axırıncı dəfə deyirəm. Bilmədiyi şeyə danışmayın. İndi söz işinizlə məşğul olun. Elə narahat olmayın, işimizlə məşğuluq da. Nəcibin ütülədiyim, bilmirəm neçənci köynəkdir, hələ de, burada da var. Toy da yox deyir, toy da yox ki, deyim toya gedir, geyinir, amma ütülədir. Mən də inansız sərdən evləri yığışdırmaqdan beylim qopub, dedim 5 dəqiqə uzanım dincəlim. Biz eləvi süpürgəyik. Bəli, o deyirik gəlin evin süpürgəsi. Biz o yox, evin süpürgəsi. Neynimiyorlar, neynimiyorlar? Yad qızı olanda belə olur da. Nədə? Adam müdafiə eləməzsiniz ki. Düzdür. Xeyr, mən sizi heç vaxt öz qızım Nazlıdan ayırmamışam. Siz də mənim qızlarımsınız. Amma adam gərək ədalətli ola da. Mən demirəm ki, siz Nazlı sizi istədiyi kimi istəyin onu. Mən demirəm ki, Nazlı sizi sevdiyi kimi siz də onu sevin. Heç olmasa onun istəyinə, sevgisinə qarşı siz hörmət eləyin də. Bu sizin baldızınız deyil. Eləyirik də, Əhmədəm eləyirik də. Adam gərək haqla danışa. Bizim baldızımız başqa baldızlar kimidir. Elə deyil? Düz. Bax, evə söz-söhbət salmağı yoxdur, dava salmağı yoxdur, ara vurmağı yoxdur. Onu danmırıq ki biz. Harda olduq onu deyirik. Bir toyda, bir yasda. Bizim baldızımızdan bir dənədir. Ay sağ olun. Ona görə deyirəm ki, siz də bir-birinizin qədrini bilin də. Bilirik də. Amma onun işdən çıxmağını tamam yadınızdan çıxarın. Bu heç zaman olmayacaq. Heç də səndə də. Şəkər Nərmin sizsiz? Hə, bizi. Sənə nə lazımdır? Nə lazım olacaq? Təzə gəlinizi belə qarşılayırsınız, gülsüz, çiçəksiz, xonçasız. Nəyimizi? Təzə gəlinizim. Sən kimsən ki? Mən sizin təzə iltiniz. Bizim. Bəli, sizin. Əhməd papa incidim səndən. Sən hansı qapıya elçi getmirsən, bizim xəbərimiz yoxdur, işləməmsən də. Sağ ol da. Sağ ol. Mən heç bir qapıya elçi getməmişəm. Nə məsələdir o? Heç xəbərim yoxdur. Soruşmaq ayıb olmasın. Hansı qaynıma göz dikmisiniz? Göz dikmək nədir? Biz Ariflə evlənəcəyik. Sənədlərimi də gətirmişəm. Bugün gecdə səhər nigaha gedəcəyik. Deyirəm, bu Arif heç kimi mən saymır deyədi, öz heç kimi saymır. Hazə illə. Gözün aydın. Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Desək, neçə olmasa özümüzə pal-paltar alardıq toy üçün. Alo. Arif.
Bu nə də bir qadın gəlib deyir ki, sən onunla evlənirsən. Niyə mənim xəbərim yoxdur? Nə məsələdir bu? Ay dədə, mənim heç nədən xəbərim yoxdur. Heç o qadını da tanımıram. Xalam göndərib ki, evlənək. Nə oldu, nə dedi Arif? Arif nə deyəcək? Biz Ariflə evlənirik. Qızlar, siz mənə görə narahat olmayın. Gedin işinizlə məşğul olun. Siz köhnəsiz, mən təzə. Biz köhnəyik. Köhnə kəndə təzə qanun. Sağ ol da, təzə gəlin. Gidin paltarlarımı ütülüyün. Xəzər, axır vaxtlar biz sənin nəyə fikir vermişəm? Sən bu Nazlının dediyi hər sözü söz edib ürəyimə salırsan. Ay mama, ürəyimə salmıram ya. Nəsə, bu qız çox əsəblərimə işləyir, mənim inanırsan. Elə bir qız yox idi, dayı-dayıdır. Onu biraz özümə oxşadıram. Niyə? Mən də cavanlığında elə idim. Bir də ki, sən onu qınama, sənə qurban olum. 7 qardaşın bir bacısıdır. Əlbəttə ki, kişi kim olur? Ay mama, nə olsun, 7 qardaşın bir bacısıdır. Deyir, rəfiqəsi Güllü görsən necə mehriban, güləriz qızdır. Biraz ona baxsın, mehriban olmağı öyrənsin də. Yəni, çətindir belə mehriban olmaq, güləriz olmaq. Nə deyim o? Nə vaxt baxırsan deyinir, nə vaxt baxırsan aqressivdir. Məni də harda görür, kobudlayır. Ay dünyanın ən əyağı düşərli rəfiqəsi. Qulaq əsər qız, sən cəmaatı it kimi qapmağı birinci dəfə deyəməmişim ərədə. Xəbərim var. Gözlə sənə danışacağım hələ. Deməli. Arif! Arif! Hardasan Arif? Gördüm axı səni dalınca evə girdi. Arif, utanma məndən, nə olar? Arif! Sabır olun. Ha? Siz Yaşar qardaşsınız? Belə sıxmasın, Yaşar qardaş deyirsinizsə, olum Yaşar qardaş. Buyurun. Narahat olma, onsuz da olmuşsan. Qardaşın Arifi görməmişsən, yəni nişanlım Arifi. Arif deyirsinizsə, Arif elə ki, mənim böyük qardaşım. Bizim nəslimizin ağsaqqaldır, Arif də var buradadır. Harda? Harda? Bir ürəyimin başındadır Arif. Onu mən də bildirəm. O elə mənim ürəyimin içindədir. Bilmirəm, yox, çölə çıxdı, bilmədim hara getdi. Arif harda olacaq ki? Arif tez-tez, Arif çıxır küçüyə. Doğrudan? Elə bil Arif tez-tez çıxır küçüyə. Zəhmət olmasa Arifin gedib çöldə axtarır. Çöldədir, Arif çöldədir. Çöldədir də Arif. Baş üstə. Get çöldə axtar Arifi. Arif, burada gizlənirsən məndən? Arif, xalan səni mənə elə tərifləyirdi ki, mən də elə bilirdim sən cəngavər kimisən. Sən lap uşağı imişsən ki, hə? Amma eybi yoxdur ay Arif. Mənim uşaq kimi işləri çox bəyənirəm. Sən də olacaqsan mənim birinci uşağım. Gel, geç evə, geç evə. Ay xanım. Mənim böyük qardaşım bu cür balacalaşdı. Getməmsən sən hələ? Getdim, ömürlüyü də çıxdım, gəldim. Bugündən sizdəyəm. Hələ paltarlarımı da gətirmişəm. Ay belə xoş gəlmisən, gəlin bacı. Həmişə sən gələsən. Allah sizi xoşbəxt eləsin. Bir balaca səhv dedim. Allah sizi xoşbəxt eləsin. Evimin böyüyü. Mənim böyük qardaşım. Sənə dəri götür, nikaha gedirik. Arif niyə əziyyət çəkir ki? Balaca qardaşı buradadır. Mən gəlib gətirərəm, əziyyət çəkməsən. Elə sən gətirməlisən də. Ağsaqqalınıza hörmət edin. Deməli, oyun qurmusunuz, hə? Ayıb olsun, hə?
Arif, canım gözüm, nə oyun qurmağı. Əslində biz sevinirik. Toyudur, oxu da sən də. Toyudur qardaşımın. Ay balaca. Hacı. Get qardaşıma çay gətir. Bayırdan gəlib. Baş üstə. Gəl gətirəm evimin böyüyü. Get dükandan da atışdırmalıq bir şeylər al. Get. Gedirəm də, gedirəm. Get də. Gedirəm, yaxşı. Allah Allah, qoşalaq işləyirsən. Buna bax. Sənin başına elə bir oyun açaram ki, dünya mühasibləri ya bu sənin məsələvi həll edə bilməz. Mən gedirəm, gəlim bu qadını burada görməyim. Yaxşı? Yaxşı. Çamadan qarşı rədd elə çölə. Ay xanım, bəyənmədi də indi qardaşım sizi də. Evlənmək istəmir qardaşım, siz gedin də. Necə elə bəyənmədi, hə? Bəyənmədi də. Adımı çıxartmısınız, eşidirsən məni? Adı çıxartmışıq. Bu evdən heç yana gedən deyiləm. Ay xanım, başa düşmürsünüz, mənim qardaşım indi uyuşmadınız da bir-bizə, xasiyyətlərimiz bir olmadı. Yəni mənim qardaşım hələ evlənməyi fikirləşmir, o karyera düşünür. Eşidirsən məni? Hə. Bu evdən mən gəlinliklə çıxacam. Ya da ağ kəfənlə. Ağ gəlinlikdən deyənmərəm. Amma siz burada qalsaz, ağ kəfənlə 100% bu evdən kimsə çıxıb gedəcək. Bu da necə dükanı açmayıb ki bu vaxtacan? Yaxşı. Görüşərik, mən gedim Nazlının yanına. Sağ ol, yorulmayasın. Deyəsən bizdə hər şey alınacaq Nazlı. Çox heyecanlıyım. Geç içəri, sən nələr danışacağım, gəl. Ay şəkər. Deyirəm bu Nazlı azıymış kimi, indi bu qadın çıxdı. Rahat olma, hamısından planlı şəkildə bir-bir xilas olmaq lazımdır. Vaxt lazımdır. Ay qız, məncə Arif bu qadını yola salacaq. Əsas Nazlıdır. Eləməli ki, həvəsi qırılsın. Az onsuz da hər şey Nazlının gözündən tez düşür də, sən də. Hə, yaman düşür. Görmədin, sağalmamış qaça-qaça getdi dükana. Hey, ay qız, inanırsan, ay istərim kəlləmə çıxdı. Az biz nətər eltiyik, biz nətər qızıq ki, bir dənə onu heç kim gözünə sala bilmədik. Neyniyək, eləyək, gərək işini Nazlının gözünə salaq. Şəkər, biz bu dəfə də nəsə eləyə bilməsək, biabır olacaq ikinci dəfə. Narahat olmayı, onsuz da heç kim bizdən şübhələnməz. Getdi daim, getdi. Biz nə eləyib Nazlını bu evə gətirməliyik. Bacı, gəlsin qardaşlarına yiyə çıxsın. Biz bacarmarıq. Gəlsin yiyə çıxsın, nəyimizə lazım? Bəs indi neyniyək? Axşamı gözləyək. Axşam niyə gözləyirsiniz ki? Sən yenə bizi pusursan? Hə. Utanmırıq, hələ hə də deyirik ya. Danışmasaz ki, hamıya hər şey deyəcəm. Bax! Qorxdum Hə, dərdimiz birdir də, eynidir də. Deyirik ki, bu qadını necə eləyək ki, çıxsın getsin. Yoxsa bu bizim dədəmizə də od qoyacaq, bizim canımıza da. Nəsə eləmək lazımdır ki, çıxsın getsin. İnanmadım. Biz deyirik, aydın. Çıx belə, çıx belə. Çıx get. Bu vaxtları görürsünüz. Hara gedirik? Gəzməyə. Ürəyim sıxıldı, Nərmin də dedi ki, gedə biraz hava alaq. Gəzək. Bir yerdə gedək də. Yox,
Sabah sən dərsin var, gecikərsən, get yat istirahət elə. İtdən qorxursunuz siz. Yox, biz qorxmuruq. Mən sizə görə deyirəm, Qorxmuruq, narahat olma. Sən get, sən. Bax, gördün? Bax, sən get. İtdə çöldə doludur, özdə cavanlara cumur. Səni çişləyər, sonra quduz olarsan, yeməkdən kəsilərsən, arıqlayarsan. Get, yat, gecdir. Gətin çox deysən ona görə. Çişləyərəm mən. Hə, get baxıram. Axşamınız xeyir, necəsiz? Axşamın xeyir Zəfər. Nə yaxşı gəldin. Lap ürəyim sıxıldı. Balaca evdir də, adam ürəyi sıxılar da. Kənddə bir sinə villalar var. Problem evdə deyil, adamlarındadır. Düzdür. Görmürsən, kəndlər məni tək qoyub çıxıblar bayra. Çox qanacaqsızdılar. Elə də düzdür. Allah, siz eltidilər də. Bax, sizin eltilərdən çəkəcəyiniz var. Sizin qaynatadan çəkəcəyiniz var. Qaynana əvəzi qaynlardan çəkəcəyiniz var. Belə baxıram, sizə yazığım gəlir. Düz deyirsən, bayquş kimi qalmışam. Hə. Belə baxıram ki, siz bunlarla niyə ömür çürüdürsünüz? Daha neyniyim? Gəlmişəm də. Bildim, amma bir dənə baxın. Görün də qəşəng oğlandır. Siz də qəşəng qızsınız. Villaları var, evləri var. Doğrudan. Bu da yaxınlıqda qalır. Özü də evlənməyə qəşəng qız axtarır. Məncə sizdə alına bilər. Zəfər, deyirəm onsuz da qardaşından xoşum gəlmirdi. Yaman kobud adamdır. Qardaşım da deyə demirəm. Mən də zəhləm gedirdi ondan. Çox kobud adamdır. Düz deyirsiniz. Onda gəl belə eləyək. Gedək, o villaya bir göz gəzdirək. Nə deyirsən, hə? Gedək. Müşkülü dünyada. Mən də qoy kefimi çək. Nə deyirsən? Düz deyirsən. Mən gedim onda sizin veş-vüşlərinizi gətirim. Get götür, gəl. Qırdın. Deyildə heyecanlıyam. Eşitsən şəkər? Hə. Bax ha, sən polisə girməyə belə örgəncəlsən, mən də özümü oxşatma ha. Elə ki, iz qalmasın şəhərdə. Az indi bir dəfə yandırmışam. Niyə özümə vurursan ki? Nətər yandırmısansa, onun tüstüzəldir, mən başımdan çıxmır. Eyb olmaz, bacı qurban. Bacı, yandırmağı özünə hobbi seçim, başa düşürsən. Mən hələ nə ürəklər yandırıb, nə dağlar çəkəcəm. Başlayaq. Qəşək turşudur, amma təəssüflər olsun. 1, 2, 3. Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin.